Gəlmişik Gəncədə dadlı yeməklərin ünvanı olan Fantaziya Ailəvi restorana. Əziz tamaşaçılar, siz də yemək fantaziyanızı gerçəkləşdirmək istəyirsinizsə, bizim kimi gəlin Gəncədəki Fantaziya restoranına. Burada qəşəng Gəncə kətəsi, Gəncə doğası verirlər. Getdik hortlatmağa. Amil, Hə, Gəncədə bu qədər restoran var. Nəcə Fantaziya restoranını seçdin? çoxdan da mən buranı izləyirdim internetdə. Dedim Gəncəyə gedə bilsəydim, buranın yeməklərindən dadardım. Ona görə də Gəncəyə gələn kimi səni gətirdim.